Və bir dənə də sizə tövsiyə eləyim, şükür səcdəsini çoxaltmaq. Hərdən gedin gün ərzində bir neçə dəqiqə səcdədə qalın. 3 dəqiqə, 4 dəqiqə. Gecə nə yaxşı. Şükür və həmd və səna eləyin. Şükür səcdəsi. Allah o qədər sevir. Məsələn, bir dənə hədis deyəcəm. Maraqlı bir hədis deyəcəm sizə. İnşallah hədisdə var ki, İmam Sadiqdəndir. İnnəl əbd izə səllə. Elə ki, bəndə namazın qıldı və qutardı. Summa səcədə. Sonra getdi səcdəyə. Sonra getdi ara səcdəyə. Namaz qutarandan sonra. Səcədə, səcdətə şükür. Şükür səcdəsi elədi. Yəni şükür ki, mən bu namazı nəsib elədi. Yaxşı. Fətəhərrəb təala əl-hicab beynəl-əbdi vəl-mələikə. Allah deyir, üzün tutar mələikəyə. Fəyəqulu.